Salam, mən allergoloq Gülnar Quliyeva. Bu videoda sizə bal allergiyası haqqında qısaca məlumat vermək istəyirəm. Əziz izləyicilərimiz, bal allergiyası bütün yaş qrupunda görülə bilər, amma pasientlərimizin böyük əksəriyyəti uşaq yaş qrupunda olan pasientlərdir. Bal allergiyası ən çox uşaqlarda görülür. Bal allergiyasının əsas səbəbi balın tərkibindəki bitki polenləri, yəni bitki tozcuqlarının zülallarına qarşı olan allergik reaksiyadır. Bundan başqa balın tərkibində olan arının ağız suyu ifrazatı və arının bədən hissəcikləri allergik reaksiyalara səbəb ola bilər. Unutmayaq ki, 1 yaşın altında olan uşaqlara bal qətiyyən vermək olmaz. Bunun allergiyaya görə yox, balın tərkibində olan botulizm zəhərlənməsinə görə tibbən 1 yaşın altında uşaqlara bal əks göstərişdir. Bal allergiyası özünü dəridə xırda səpkilərdən tutmuş, həyatı təhlükəli olan anafilaksiya kimi ciddi simptomlara qədər dərin bir allergik reaksiyalarla özünü göstərə bilər. Bal qəbulundan dərhal sonra dəridə qızarma, köpəşmə, qabarma, şişkinlik, dodaqlarda şişkinlik, udqunmanın çətinləşməsi, xırıltılı tənəffüs, boğulma, hava çatışmazlığı, qarın ağrısı, ürək bulanma, qusma, təzyiqin düşməsi, ürək döyüntü, bayılma, kollaptoid vəziyyətlər sadaladığım bu əlamətlərdən hər hansı biri varsa, mütləq allergoloqa müraciət olunmalı və sizin bala qarşı allergiyanızın olub-olmadığı testlər vasitəsilə dəqiqləşdirilməlidir. Bundan başqa, polen allergiyasından əziyyət çəkən xəstələrimiz, yəni bitki tozlarına qarşı allergiyası olanlar, yaz allergiyasından əziyyət çəkən pasientlər həmin mövsümdə, yəni bitkilərin tozlandığı mövsümdə bal qəbul etməməlidirlər. Çünki balın tərkibində olan polenlər, bitki tozcuqları immun sistemi qıcıqlandıraraq çarpaz yolla xəstəmizin polen allergiyasına, yəni burunla nəfəs almanın çətinləşməsi, asqırma, sulanma, gözlərdə qaşınma, boğazda qıcıqlanma kimi əlamətləri artıra bilər. Mövzu ilə bağlı hər hansı bir sualınız varsa, şərh bölümündə bizə yaza bilərsiniz. Asma və allergiya mövzusunda videoları izləmək istəyirsinizsə, kanalımıza abunə olmanız xahiş olunur.